çok gün görmedim, bil ki dünyada ah ne derde düştüm cavanlıkta ben çok gün görmedim, bil ki dünyada ah ne derde düştüm cavanlıkta her günün rengini salıram yada mən yada ağlaya 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 karanlıkta 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 Yine o gedəni güdürsən? Ana. Zəhrimar ana. Sən adam kimi söz başa düşmürsən. Az sənə neçə kərəm demişəm ki, oğlandan uzaq dur. Nə mızıldanırsan? Ha? Nə mızıldanırsan? Səni zülmdən saxlamışam. Böyütmüşəm, oxutmuşam ki, sonra da dul kişiyə ər verim, gedib yetimi saxlayasan. Canı da biri xəstə, bilmirsən öləcək, qalacaq. Sənin ağzın üstü yerdədir. Bəlkə nə uşaq ölənəcən 15 il xəstə yatacaq, hə? Sən heç bilirsən xəstəyə baxmaq nə deməkdir? Mən özündən çıxarma, yıxıl yat! Niyə elə deyirsən? Bəlkə sağaldı. Ha, istəməyən biri kör olsun. Sağalsın, yaşasın, xoşbəxt olsun, ailəsində, atasının yanında. Amma mənim qızımdan uzaq. Uzun sözün qısası. Bir də o gedəni sən yan görəndə görməyim. Eşidirsən? Eşidirsən məni? Yaxşı. Geçdi daha. Yıxıl yat.
Yatmamışsan? İlqar bütün günü səni soruşur. Haradaydın? İşteydim. Böyle heç kimi kömək eləməyib. Başlama yine. Besti baba. Kenan. Geç otur. Otur. Hara qaçırsan? Kimdən qaçırsan? O uşağın vur tut 5-6 ay ömrü qalıb. İldə ayda bir dəfə özünü görür. Ne fikirləşirsən sən? Ne eləmək istəyirsən sən? Heç də fikirləşmirəm. Ondan bir yerdə ölmək istəyirəm. Yaxşı yol tapmışsan. Onda mən də öldürüm özümü. Şəbnəmi də öldürək. Sən heç vaxt mənimlə başa... Atır! Atanla anavın qucağımda necə can verdiyi yadından çıxıb deyəsən. Bir gecədə 2 uşağımı itirdim. Səhərə kimi it kimi uladım. İt kimi. Mən başa düşmərəm səni. Mən... Ata. Necə? Ben bugün kepen etmiştim. Sonra vardım Gagaş'a. Sonra Gagaş kepeneye bıraktı. Sonra ben de bilmedim. Hep yok canım. Sabah senin için başka bir kepeneği tutarım. Nereye gidiyorsun? Bugün Niguş gelir, yadındadır. Bir həftədə əzbərlətmisən. Yadından çıxa bilər. Atabala elə rahatsız ki. Neynim? İndi Elnur'un yadına salmalıyam ki, Niguş'u qarşılamaq lazımdır. Sabahınız xeyir. Sabah xeyir. Necəsiz? Ben xeyir. Əyləş yeməyi. Yox, tələsirəm, bugün işim çoxdur. Hələ Nigar gəlir, onu qarşılamalıyam. Gördün? Yadından çıxmayıb. Gəlin dalımca danışırdın, hə? Toppuş, hə? Ay, elə. Mənə toppuş demə. Sən də mənim dalımca danışma. Görsən Əzəmət. Görsən elə bilir uşağım o üçün. Mən işinizə qarışmıram sizin. Yaxşı, getdim mən. Elnur, sənədlər yadına çıxmasın bala. Mütləq, axşam hamısını gətirin, narahat olma. Toppuş.
Sabahın xeyir. Sona. Gör kişini nə qədər əsəbləşdirmirsən ki. Yaxşı silkilədi məni. Əcəb eləyir. Ayşenlə danışdın? Yox. Niyə? Kənan, sən bir dəfə zəng edirsən, 5 gün itirsən. Bir gün görüşürsən, 10 gün yoxa çıxırsan. Axırda sən ona zəng eləyəcəksən, o sənin telefonlarına cavab verməyəcək. Bəsdir Rəşad. Bəsdir keç-keçlərimizdən. Özün bil. İyi də olan az getdi, çox getdi. Dərə təpə düz getdi, gəlib çıxdı bir sarayın qabağına. Saray nə saray? Başı buludlara dəyirdi. İgid başladı sarayın qapısını axtarmağa. 3 dəfə dövrə vurdu, amma qapını tapa bilmədi ki, bilmədi. Bir gün bir göyərçin gəlir qonur igidin çininə. İgid görür ki, göyərçinin dimdiyində məktub var. Bəs demişdin, daha vurmayacaqsan. Bu axırıncıdır. Bunu vurum, daha vurmayacağım. Sənə kəpənək tutacaq. Neynirəm kəpənəyimə, Yusufet istəyirəm. Eləmədə incirirəm. Daha keçdi. Hə, keçdi. Mənə Yusufet alacaq atı. Alacaq. Mənim igid balam. Salam. Salam. Burada nə edirsən sən? Anam görəcək. Bu qədər gec nə çıxırsan nədən? İş evə götürmüşdüm. Bitirib aparmalıyam. Danışmırıq, hə? Bilmirəm. Yaxşı, piyada yoxsa maşınla? Mən tələsirəm. Gece yenə içirdim. Bara girəndə gördüm səni. Çıxana qədər də pəncərənin ağzında gözləmişəm. Saxla. Bir də gedəyən. Nə eşitmək istəyirsən məndən? Barda keçdiyim vaxt məndən vacib deyil sənə. Biz bir yerdə oturub dərdləşə bilməzdik sənə. Yox, səndən vacib deyil. Səndən uşaqlarından, alimdən vacib deyil. Bəs onda niyə axı? Nə deyim sənə, Ayselin? Deyiləsi sözüm artıq yoxdur. Elgar qolumu, qanadımı qırıb. Mən bilirəm ki, heç bir şey düzəlməyəcək. Heç nə yaxşı olmayacaq. Amma içimdə balaca da olsa ümid var.
uşaq kimi möcüzə gözləyirəm. Sağ olacaq. İnan mənə sağ olacaq. Az olub həkimlər səhv diaqnoz qoyublar. Bizim qonşumuz var, Lətifə xala. Həkimlər bugün sabah deyə arvad hələ də yaşayır. İlqar niyə yaşamasın axı? Bilirsən, bir şey çox istəyəndə həmişə olur. Mən həmişə bizi bir yerdə təsəvvür edirəm. Sən, mən, baba, Şəbnəm, İlqar. Bir də bizim balacalarımız. Sən də elə. Onda hər şey daha da yaxşı olacaq. Akşam işin yoktu ki. Yox. Ona bir yürüdük. Hanım taksi. Yavaş boğdun beni. Nə yaman qəşəngləşmişsən. Leyla xalanın yanında deyərsən, lap işimiz düzələr onda. O konu hala gündəmdə mi? Hala gündəmdə, ablacığım, hala gündəmdə. Zarafatsız o arvad bizi evləndirməyincə ürəyi soymayacaq. Ciddisən? Eybi yoxdur, biraz indi hörmət eləyərsən, həll eləyərik məsələni. Birbaşa evə gedək, yoxsa bir dənə mən yol üstü ofisedəyim. Sonra yemək yeyək, sonra gedək evə. Tamam. Otur başla. Yenirsən. Üzün gülür deyəsən işlərin düzəlib, hə? Akşam bizdəsən. Niyə? Deyirəm, gəl də. Eşiyə gedək. Özün bil. Baba toyuq qızardacaq. Aysel də gələcək. Baba, biraz sarılıp atayım. Bak geç. İlgar! Ha baba, Neyinirsən orada? oynayırım. Gel burada oyna, gözüm görsün seni. Gel. Vay be, buralar necə dəyişib. Birazdan hələ lap dəyişəcək. Yenə vacib kontrakt var, onu imzalayaq. Özün görəcəksin bir-iki günə. Baxıram, sən də iş adamı olub getmişsən ha. Xətrimə dəyirsiz, Nigar xanım. Köhnə adətlərin də öz yerində. Nə deyirsən? Sənin burnun lap uzanıb ha. Salam. Salam Elnur mənim. Atamın sizi otağınızda gözləyir. Oo, kim görür? Necəsən? Heç dəyişməmisən. Yaxşı da yalan danışma, otur. Düz demirəm Elnur. Düz deyirsən, düz deyirsən. Səncə nə deyirdi o? Əmi denəndə gələndən ələ salır məni. Nə qədər ki, mənə təkləməmişsin, bir də sənətləri götürüm gəlirəm. Əşrəf, nə olub? Heç. Yəni heç, nə məsələ? Siz həll edə biləcəyiniz problemimiz yoxdur. Aysel. Mən sizin yerinizdə olsaydım, belə əminliklə danışmazdım xanım. Yerimdə olanda danışmazsınız. Əşrəf müəllim, bağışlayın qala bilməyəcəm. Heç yox. Sağ olun. Kimdir bu?
Narahat olmayın Elnur müəllim. Sabah ərizəsini yazdıraram. Yox, ehtiyac yoxdur. Adı nədir? Nə işlə məşğul? Yeni işçidir Aysel. Layihənin işini bitirmək lazımdır. O isə işdən sonra qalıb işləmək istəmir. Yəqin şəxsi problemləri var. Okey, olsun. Alim, buyur. Yox, heç peşman deyiləm. Orayla bura arasında fərq çoxdur. Yaxşı, ne zaman işe başlamak istiyorsun? Bir gəzim, baxım, vəziyyəti öyrənim, kararımı öyle veririm. İyi, peki. Peki. Salam. Niyə işsizsən? Hirsi deyiləm, biraz yorğunam. Hara gedirik? Bizə. Sizə? Baba toyu qızardacaq. Ailəli oturub yeyərik. Sən, mən, Şəbnəm, İlqar. Balacalarımıza da eləlik Rəşad əvəz eləyər. Gəl. Hoş gelmişsən. Çox sağ ol. Necəsən? Yaxşıyam. Nə qəşəngləşmisən? Sən özündən danış, dünya gözəli olmusan. Biz deyəsən bugün ac qaldıq. Elnur, eşidirəm ha. Eşidirsən, onda yemək ver. Onda buyurun. Əzəmət, keç yuxarı başa, keç yuxarı. Niguş, əyləş. Elnur, sən də Niguşun yanında əyləş. Baş üstə. Ən çox yeməklərimiz üçün darıxmışdım, inanırsınız. Can, bundan sonra hər zaman ailəlicə şam yeməyi yiyəcəyik. Bacı, duzu ver bir də mənə. Çox sağ ol. Saqqallı uşağa baxdı. Utanmır sən evi. Nece baba öldüydü acım ya. Atsan gözünü də, nə olsun. Hey. Ne haberdi? Düz 10 dəqiqədə qışqırırlar. Hoş geldiniz. Çox sağ ol. Sesimiz küçəni bölüyülü. Kes. Sensiz de yemək zatı vermiyor. Necəsən Rəşad? Yaxşı şükür, çox sağ ol. Bax, bunları sizin üçün almışam. Amma yeməkdən sonra. Danışdıq? Bunu mən hələlik mətbəxə qoyum. Mən Əsrənin qucağında oturacağım. Gəl.
Hələ belə bir şey olmamışdı. Qızdan çox qəribə bir enerji gəldi. Elnur, sənin enerji almadığın qız oldu mu heç? Oldu mu heç? Yox, zarafatsız deyirəm. Hələ belə bir şey olmamışdı. Ay sağ ol. Dərindən nəfəs al. İndi nəfəsini burax. Bir də. Bir də burax. Hə, indi. Nəfəs al. Ay sağ ol. Burax görüm. Va belə. Ağzını aç. Hə, indi dilini çıxart. Hardasan? Gəlirəm birazdan. Hadi səndən söz soruşdum. Hardasan? Kənanlayam. Gəlirəm birazdan. Aysel, sən öləsən. Özüm ölüm bu saat gəlib küçənin ortasında səni saçlayacağım, məni cin atını mindirmə. 10 dəqiqədən sonra evdə ol. Mamaydı. Söyledi ha ikimizi de. Seni de beni de. Gelelim düzelir inşallah. Evlendikten sonra düzelir. İnşallah. Gedək. Gəlmirsiniz? Uduram, O. Bağışlanın 43. Baba, biz gidelim yaxşı. Ha, gedirsiniz. Hə, gedək. Gecə oldu artıq. Siz də hər şeyə görə çox sağ olun. Yenə gələcəksən? Gəlim? Hə. Tut, maşından gedərsiniz. Rəşad, biz piyada gedərik. Hə, onsuz da hava yaxşıdır. Aa, bir dəqiqə. Bəs şəkil? Rəşad. Amma məncə çox gözəl fikirdir. Uşaqlar, gəlin bura. Şəkil. Gəl. Gəl. Baba, siz də keçin ortaya. Gəlim. Hazırsınız? Vəssalam. Amma mənim üçün çıxartdırmaq yadından çıxmasın. Mütləq. Eşitdin ola? Eşitdim. Yaxşı, biz qaçaq. Biz gedik. Gəl içəri, görün bura, bayra. Allah bayra. Gəl bura. Bayra. Allah bayra. Ged buradan dedim sana. Girme içeri. Bayra. Turan ne sohbetti bu? İçib içəridə müştəri narahat edir. Atıram bayra. Sən kimsən ala? Səni də Allahın gününə salaram ha. Sen kimin gününe salıyorsun lan? Rafik! Rafik! Gel! Rafik! Öldü adam! Rafik! Rafik! Hey! Gel! Tamam. Atın bunu bayrağa. Çatdıq. Gecən xeyrə. Getmək istəmirəm axı. Səhərə kimi gecən. Hə. Dəqiq. Onsuz da indi də getsəm danlanacam, sonra da getsəm danlanacam. Gəlin gedək. Tezən.
olursan. Geyik babam, mən də geyim. Yox, ara geysin, qal belə. Sabah da bir yerdə Kənanla gedərsik. Olar. Baba, deyirəm toya hazırlaşmaq lazım, nə deyirsən? Mən dünəndən hazır. Allah xoşbəxt olsun. Sen ne gülürsen? Deyirəm, bəlkə birinci Lamborghini var. Əlbəttə, Lamborghini alırıq. Uşaqları da Oxford oxudaq. Belki kimisi Harvard'a gönderək. Yox. Hamısını Oxford'a, Elə Oxford yaxşıdır. Oxford, olsun Oxford. Sadece olarak istedim. Ağada baş çekim Obama'ya desen söz vermiştim. Ondan danışmalıydım. Kimə? Michelle Obama. Kənan, ələ salma məni. Bax, görəcəksin, olacaq. Hamısı olacaq. Biz ən gözəl, ən qəşəng, ən böyük evlərdə qalacağıq. Ebe? Yox. Orada. Sen bak ben uşaqlara deyim gəlir. İlqar. İlqar. Rəşad. Ha baba. Rəşad. Rəşad, bunun halı yaxşı deyil. Bunu xəstəxanaya aparmaq lazımdır. Şəbnəm qızım qalq. Tez Kənana zəng elə. Zəng elə Kənana. Şəbnəm düş. Çoxdan da belə dincəlmirdim. Məni demirsən. Kimdir? Kim olacaq? Rəşad. Niyə yatmır? Hə, Rəşad. Necə yəni pisdir Rəşad? Öz həkimin yanına apar. Hə, haradasın? Öz həkimin yanına apar. Söyle, gəlirəm. Babanın kişi balası, hər şey yaxşı olacaq. Biraz döz. Rəşad, tez ol. Ata. O da gəlir. O da gələcək indi. Sənə velsəbət almağa yedi. Vəziyyət necədir? Vəziyyət necədir? 10 dəqiqə çatıram. Çatıram xəstəxanaya. Hə. Biraz tez eləyin zəhmət olmasa. Hakim! Hakim, tez ol! Uşaq əldə tez ol! Tez!
Oksigen verin. Damar yolu açın. Həkim, vəziyyət necədir? Cənab, vəziyyəti çox pisdir. Necə yəni pisdir? Bunu məsləhətdir, evə apar. Biz burada heç də elə bilmərik. Heç bir şey elə bilməzsən. Bunu məsləhətdir, evə apar. Evə aparma, ha? Bəli. Hə? Cənab! Heç bir şey elə bilmərəm mən. Hə? Cənab! Cənab! Hə, kim? Cənab! Evə aparım. Cənab! Hoş Tekin. Tekin, onunla ne durmakta bu? Deyə bilmərəm. Bəlkə 1-2 saat. Bir gör. Mənə rəsabət aldın. Hə? Aldım. Mən də qayıdıram Rəşad, burada ol. Yaxşı olacaq, qardaş, yaxşı. Sağ olacaq. Əhməd Rəcəb küçəsi. Xəstəxanaya. Mənim vaxtım yoxdur. Mənim vaxtım yoxdur, yapara bilmərəm. Necə? Vaxtım yoxdur.
Ne problem? Maşın var, maşın var. Köməklə maşına. Otur maşına, tez, tez. Hakim! Hakim! İlgar! 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 Hakim! İlgar! Bu mənim olsun. Aha, bu mənim olsun. Özü də bax, mən buna demişdim, bu qospitalın yanına. Kenan, uşağı ver. Baba, özü də bax, gəlin, bax. Ha, aydın. Hara gidirik? Gözlə. Dur. Kenan, uşağı ver bura. Bir dəqiqə.
Uşağı ver Kenan. Uşağı ver. Uşağı ver Kenan.